Salam dostlar, bugün sizə TikTok'da videolarınıza nə qədər istəyirsiniz baxış vura bilərsiniz. Bu haqda məlumat verəcəm. Hər bir də gerçək baxış, yəni izlənmələr olacaq. Bilginiz olsun dostlar. İndi isə sözü çox uzatmadan videoma keçid edəcəm. Amma ilk öncə məlumat verim ki, videonu sona qədər izləməlisiniz. Çünki videonu yarıda saxlayıb saytı gördüyünüz an sayta daxil olsanız TikTok izlənmə hiləsi edə bilməyəcəksiniz. Bu səbəblə videonu sona qədər izləyin. Eyni zamanda kanalımıza abunə olub, videonu bəyənib istifadə hesabınızı yazsanız hər videomuzda olduğu kimi TikTok takipçi bəyəni sizlərə hədiyyə eləyəcəm. Eyni zamanda bonus olaraq izlənmə də sizə hədiyyə eləyəcəm. Bu şəkildə test etmiş ola bilərsiniz. İndi isə gəlin videomuza keçid edək, görək necə edə bilərik. Dostlar, ilk öncə TikTok hesabınıza gəlirsiniz. TikTok hesabınıza gəldikdən sonra yuxarıda 3 xətt var. Ona daxil olursunuz. Buradan isə gizlilik bölümünə daxil olursunuz. Əgər hesabınız gizlidirsə, hesabınızı hər kəsə açıq halda etməniz lazımdır. Hesabımızı hər kəsə açıq halda eləyirik. Sonra isə videomuza gəlirik. Videomuza tıkladıq. Sağ tərəfdə gördüyünüz kimi ox düyməsi var. Yəni paylaş düyməsi. Toxundunuz ona, kopyalayırsınız videonuzu. Bu şəkildə videonuzu kopyaladınız. İndi isə gəlin görək necə edirik. Dostlar, Google'a gəlirsiniz. Takipçi.com yazırsınız. Çıxan ilk yaşıl loqolu sayt. Bu sayta daxil oldunuz. Buradan ən aşağıya doğru düşürsünüz. Bütün hilələr bölümü var. Bura daxil olursunuz. Buradan TikTok paketləri, buradan TikTok izlənmə paketinə daxil oldunuz. Bura az öncəki videomuzun linkini yapışdırdıq. Miqdarı seçirik dostlar, bilginiz olsun. Azərbaycanlı serverdə seçməyə diqqət edin ki, Azərbaycanlı izlənmələr olsun. Göndər düyməsinə basaraq istədiyiniz qədər videolarınıza izlənmə göndərə bilərsiniz dostlar. Ən əsası güvənli bir şəkildə sayt Azərbaycanda 5 ildir rəsmi olaraq fəaliyyət göstərir.